Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz Temu kargo açılım videosudur. Mən özümə əlavə Temudan məhsullar da sifariş verirəm, özümə almaqdan əlavə. Və buna əlavə ödənişdən eləmirəm. Gəlin aşağı baxaq bu dəfə sifarişlərin içərisində, bağlamanın içərisində nələr var. Başlamazdan öncə müştərilərdən icazə alıb o şəkildə paketdən açacağam. Normalda mən aylıq bəlkə 500-600 manata yaxın Temudan sifariş vururam. Burada minimal məbləğ nəzərdə tuturam. Özümə olur ki, aylıq, məsələn, baxmısınız 300 manat vurduğum olub, 200 olub, bəzən heç vurmamışam. Yəni, bu da daha çox istəklə əlaqəli olan bir şeydir. Və yəni, daha çox açdığım videolarda bir dənə onu mənə bildirirsiniz ki, mən hər dəfə bağlama açanda sizin üçün paylaşım belə müştəri sifarişlərini, yoxsa yox. Çünki bir-iki dəfə şərhlərdə yazmışdınız ki, başqasının sifarişidir, niyə açırsan falan. Təbii ki, mən bunu doğru bilmirəm, yenə də deyirəm. Nəysə, keçək. Belə bir kofta sifariş verilib. Baxın, materialı çox qəşəngdir. Ürəyim tab eləmədi. Dedim, gedim Temunu açım. Sizə məhsulları göstərim buradan. Məhsulların qiyməti barədə daha doğrusu məlumat verim. Buradakı olan sifarişlərin müştəri sifarişi olduğuna görə mən daimi şəkildə müştəri sifarişi gələndə paketləri açıb bu şəkildə paylaşmıram. Sadəcə özümlə nəzərə yetirdim, gördüm ki, kargo açılım videoları siz tərəfdən daha çox bəyənilir. Ona görə kargo açılım videolarına üstünlük verdim. Görünür. Çox yumuşaqdır. Materialı qəşəngdir. Bu arada bunun qiyməti 27 manatdır. El ölçüdə. Getdim. Keçək növbəti sifarişə. Bu nədir? Bildiz nədir? Uşaqlar, bunun belə pis çıxmasın. Başı hardadır? Hə, belədir bu üst geyimi. Belə bir şey heç geyinməmişəm deyə. Mənə qəribə gəldi. Bir dəqiqə bunun sizə qiymətini deyim. Qiyməti 17 manatdır. Ölçüsü M-dir. Materialını da göstərim. Baxın, belə bir toxunma materialdadır. Növbəti plastik naylon. Bu saçdır. Növbəti məhsulumuz parikdir. Baxın, içərisində belə bir şey çıxıb. Və əməlli parikdir də. Görürsünüz. Sevda, buna bax. Cəmal parik sifariş edir. Baxın, belə bir şeydir. Çok da boş var. Müştərinin deyə taxmaq istəmirəm. Amma qəşəngdir. Qoyaq içinə. Ümumiyyətlə Temudan parik almışsınız. Mən videolar görürəm, videolar qabağıma çıxır da. Parik oradan sifariş verənlər var. Normaldır gəlir. Təbii saç da satılır, səhv eləmirəmsə, hə qızlar? Bilirsinizsə yazarsınız. Növbəti məhsul. Bu nə qəşəngdir. Baxın, belə tüllüdür arxa hissəsi. Qabağı da belədir. Bu arada arxası da tüldür. Baxın, qolları da tüldür, arxa hissəsi də tüldür. Materialı da çox qəşəngdir. Bəyəndim mən. Bu arada burada 2 paket göndərilib deyə mən hər dəfə burada çıxıram, başqa sifarişə girirəm. Temu bir neçə paketi birlikdə göndər. 13 manatdır bunun qiyməti, qızlar. XS ölçü. Keçək növbəti sifarişə. Ay. Qızlar, bunu açmıram. Çünki paketi dardır. Mən bunu sonra yerləşdirə bilməyəcəm. Ən yaxşısı bunu sizə Temuda olan versiyasını və qiymətini deyəcəm. Neçədirsə. Yenə də deyirəm, videoyla bağlı təklif və fikirləriniz varsa, şərhlərdə yazarsa, çünki mən diqqət edəcəm onlara. Əgər hər də kanalıma abunə deyilsinizsə, abunə olun. Məni motivasiya edir. Baxın, belə bir ayaq üçün, ayağa keçirmək üçün ayaq kəməri yazılıb.
Nə əlaqə? Bu dostumun atasınındır. Əminənin. Əminəni tanıyanlar var yəqin ki. Bunun qiyməti 5 manat 84 qəpikdir. Kabelləri nə bilim nəsə eləmək üçün baxın. Görünür deyə açmıram. Növbəti baxın, bunlar mənimdir. Zapasa almışam. Bunun çəhrayı rəngindən bəlkə məndə 30 dənə falan var. Açmıram ona görə. Ucuz məhsuldur bu arada. İkisinə 1 manat pul vermişəm. Növbəti isə Temuda bu nədir? Üzükdür, amma mənim üzüyüm deyil. Belə bir üzükdür. Ona görə açmıram belə bir şeyi. 1 manat 70 qəpikdir. Çox böyük ehtimalla bu qaralacaq. Çünki Temudakı aksesuarlar əgər probu yoxdursa qaralandı. Belə bir papaq var dostlar. Bunu da açmayım. Çünki buna bənzər papaq mən almışam özümə. Gəlin mən sizə onu göstərim. Çünki materialları falan da eynidir. Baxın belə bir şeydir. 6 manatadır. Mən indi öz papağımı göstərim sizə. Baxın. Qəşəngdir. Bunu da Temudan 13 manat almışam. Belə bir şey. Oldum Rus qızları. Amma heç istifadə eləməmişəm. Bir dəfə video çəkdim bundan. Ondan sonra da istifadə eləmədim. Temudan təzəyin özümə təzə 2 dənə papaq aldım. Sonra şərf aldım. Çox qəşəngdir onlar. Amma o sıralarda video çəkmədim də. Çünki dediyim kimi məhsul sifariş verdikcə özümə oradan az elədiyim sifariş olur. Əgər müştəri sifarişi varsa. Mən də onların içərisində paylaşmağı sevmədim. Ağ rəng də idi. Amma bu bej rəngidir. Baxın, növbəti də bu Əminənin atasınındır. Padruqamın. Bu da belə bir məhsuldur. Usta üçündür yəqin ki. Bunun çəki falan da gəlir əməlli. Bunun da qiyməti 6 manatdır. Növbəti məhsul yenə aksesuardır. Aksesuar bilərzikdir. 3 manat 33 qəpik qiyməti var qızlar. Mən normalda gündəlikdə belə bir aksesuar taxan birisi deyiləm. Ümumiyyətlə bir dənə set taxaram. Ondan başqa heç nə taxmıram. Hətta barmağımın üzüyü falan da taxmıram ki, mənə narahat eləməz. Belə bir üzük dəstimiz var. Gəlin bunu aça bilərəm deyə düşünürəm. Baxın belə. Sonra növbəti belə. Növbəti belədir. Və belə. Heç mənim tərzim deyil də. Hər dəfə mənim burnumun üstü qaşınır, üzüm qaşınır dostlar. Bunun da səbəbi üzümə düşən tüklərdir. Ki məni sinirləndirir. Abam mən bu qədər sifariş vurmuşam və içərisindən indiyə qədər qəhvəyi kirpik vuran görməmişdim. 3 manat 87 qəpik qiyməti var, qəhvəyi kirpik. Görürsünüz. Bunları özümə almışam. Baxın, belə bir ördəkdir. Bunun satışı dayandırılıb, 2 manat 46 qəpik qiyməti var. Bu ördəyi niyə alasan ki? Həyatımda elədiyim ən mənasız alış-verişdir deyə bilərəm buna. Ördəyi niyə alasan isə? Nə məntiqlə buna pul verəsən? 2 manat da olsa, yəni çox gərəksiz deyilmi? Məncə gərəksizdir. Bu da mənimdir. Amma bunun bir ideyası var da. Məsələn, bunu dizayn kimi... Ördək balalarım getdi. Ördək balalarım. Baxın, belə bu şirin ördək balaları var burada. Baxın, belə bu sayda. Bir dənə də ördək anası var burada. Ördək anası var. Bu anasının, elə bir ki, bu balalar bunun arxasınca gedir də. Bunu hardasa yapışdırmaq olar. Yəni, bu məsələn gərəkli bir alış-veriş ola bilər. Amma yəni, bu ördəyi niyə alırsan? Bu yapışmır bir şey. Bunu niyə niyəsən? Yəni, bu ördək mənasız olub. Bu göz lineridir, baxın. Qiymətindəyim.
3 manat 76 qəpik. Nə ucuzdur bilmirəm. İndi keyfiyyəti çıxacaq onu bilmirəm. 3 dənəsi qəhvə, ağ və qara rəngdə. Müştəri sifarişi. Növbəti məhsulda boyunbağıdır. 3 manat 21 qəpik qiymətində. Baxın, məncə bu gözəldir. Ayrı-ayrı istifadə edə bilərsiniz. Yəni, üçü birləşik. Oy, hətta 4 dənədir. Görürsünüz, belə klonları var. Bu klonu da var bunun içində. Wow, belə bir şey. Görürsünüz, qiyməti 3 manat 93 qəpikdir, amma bunun probu falan yoxdur, yəni. Var imiş. Efendim. Dostlar, müştəri sifarişləri bu qədər idi. Məncə gərəksiz alışverişlər var idi mi? Var idi. Elə biri də mənim sifarişim. İçərisində ən bəyəndiyim o qarış üstü belə detaylı olan koftaydı. Qalan heç bir şey bəyənmədim. Belə videoya baxdığınıza görə çox sağ olun. Əgər sizə mənim indiyə qədər aldığım Temudan məhsullar, içərisindən mənə lazım olan, həqiqətən istifadə elədiyim alışverişlər varsa, məhsul sifarişləri və linklərini istəyirsinizsə, bununla bağlı video istəyirsinizsə təbii ki, bildirməyi unutmayın. Mən növbəti dəfə elə bir video çəkərəm. Bu videonun müştəri sifarişləri açılımı mənim ürəyimcə olmadı, amma siz bəyənirsinizsə bu serinin davamını gətirərəm. Özünüzə yaxşı baxın. Bura qədər izlədiyinizə görə də çox sağ olun. Növbəti videolarda görüşənədək hələlik.